xoş gördük hər birinizi. Bugün sizdən gələn çox maraqlı, hətta deyərdim çox dərin bir mətni ələ alırıq. Bəli, bu sadəcə bir məqalə deyil. Elə bil ki, bəşəriyyətin gələcəyi üçün bir növ yol xəritəsidir. Məsələ, mətin insanın missiyasından, daxilimizdəki o əbədi mübarizədən və bizi gözləyən, necə deyim, heyrətamiz dəyişikliklərdən danışır. Gəlin elə təməldən başlayaq. Mətnin o ən başdakı, ən güclü ideyasından. Əlbəttə. Mətn demək olar ki, birbaşa mətləbə keçir. Deyir ki, biz hamımız dünyaya bir-birimizi və bu planeti dəyişdirmək üçün gəlmişik. İlahi obrazla gəlmişik. Bu ifadə çox vacibdir. Bəli. Və bunun yolu kimi çox poetik bir şey təklif edir. Həqiqət toxumları səpmək və ruhumuz haqqında danışmaq. Sanki deyir ki, böyük dəyişikliklər səmimi söhbətlərlə başlayır və bax bu dəyişiklik prosesinin tam mərkəzində o məşhur qarşıdurma dayanır, ego və məhəbbət. Bu hissə xüsusilə praktikdir, çünki mətn onlara ayırt etmək üçün bizə 3 dənə çox aydın göstərici verir. Bəli, gündəlik həyat üçün bir növ güzgüdür. Birincisi, deyir ki, məhəbbət sakitdir. Ego isə səsküylü. Bu, yəqin ki, hamımıza çox tanışdır. Beynimizdəki o daimi səsküy, görəsən bəyənəcəklər, ya uğursuz olsam. Tam olaraq. Bax, bu egonun səsidir. Amma məhəbbət o sakit anlardır. Zamanın necə keçdiyini bilmədiyin anlar. İkinci fərq də bununla bağlıdır deyəsən. Məhəbbətin heç bir şərti yoxdur, amma egonun həmişə bir gündəliyi var. Həmişə nəsə istəyir. Məhz elə. Ego bir işi nəticə üçün görür. Məhəbbət isə prosesin özüdür. Üçüncüsü isə ən kəskinidir bəlkə də. Məhəbbət müdrikdir, ego isə... Ego öz axmaqlığından xəbərsizdir. Çünki özünü hər şeyin mərkəzində gördüyü üçün böyük mənzərəni görə bilmir. Amma burada məni ən çox təəccübləndirən bir məqam var. Mətin deyir ki, ego sadəcə bir qüsur deyil. Düzdür. Bu, stat gətirirəm, Tanrını içində gizlətmək üçün olan bir plandır. Yəni, bu, bütün oyunu dəyişir. Tamamilə. Bu deməkdir ki, ego məhv edilməli bir düşmən deyil. O sadəcə bir pərdədir. Və pərdə ilə döyüşmək əvəzinə onu sadəcə kənara çəkmək lazımdır. Bəli, və mətnin ən cəsarətli iddiası odur ki, yetərli sayda insan bu pərdəni qaldırandır. Bu təkcə fərdi həyatları yox, bütün planetin reallığını dəyişir. Bəli, mətndə buna çox maraqlı bir ad verilir. Yer kürəsində remont. Çox məişət dilində ifadə edilib. Bu remontun da insanların titrəşimlərinin dəyişməsi ilə baş verdiyi deyilir. Bu titrəşim sözü tez-tez qarşımıza çıxır. Yəni, bu nə deməkdir? Deməli, mətndə titrəşim daha çox emosional və mənəvi vəziyyətdir. Yəni, qorxu, qəzəb kimi hisslər aşağı titrəşimli. Sevgi, minnətdarlıq isə yüksək titrəşimli. Bəli, mətnin iddiası odur ki, bəşəriyyət kollektiv olaraq qorxu tezliyindən sevgi tezliyinə keçid edir. Və bu keçid prosesində mətn çox qəribə bir faktoru da işin içinə daxil edir. Yad planetli faktorunu. Bəli, bu hissə bir çoxları üçün ən mübahisəli ola bilər. Vay, bir dəqiqə. Deməli, mətnə görə bizim təkamülümüzdə bir yad planetli müdaxiləsi var. Mətndə bu, olduqca əminliklə bir fakt kimi təqdim olunur. Deyilir ki, xoş niyyətli irqlar insanın DNT-sinə müəyyən bir element əlavə ediblər. Və buna Allahın qığılcımı deyir. Bu nə deməkdir? Metaforadır, yoxsa həqiqi bir genetik kod parçası? Mətnin təqdimatından belə çıxır ki, hər ikisidir. Həm ilahi potensial üçün bir metaforadır, həm də DNT-də yatmış konkret bir kod parçasıdır. Çox maraqlıdır. Və deyir ki, bu kodun tarazlığı yer kürəsinin maqnit sahəsindən asılıdır. Məhz buna görə o xəbərdarlıq var. Maqnitlə çox oynamayın. Bu, bizim bioloji sistemimizin kosmik qüvvələrlə nə qədər həssas bir əlaqədə olduğunu göstərir. Yaxşı, bu böyük kosmik ideyalar fərdi səviyyədə bizim üçün nə məna kəsb edir? Məsələn, sağlamlığımız üçün. Əla sualdır. Bax, mətn bu kosmik ideyanı birbaşa bizim şəxsi gücümüzə bağlayır. Yəni o özünü sağaltma mexanizmi. Bəli. Deyir ki, əgər içimizdə ilahi bir proqram varsa, deməli bədənimiz özünü sağalda bilər. Sadəcə ona komanda vermək lazımdır. Və bu komanda üçün iki yerdən icazə lazımdır. Allahdan və insanın özündən. Məsələ,
Yəni sən özün sağalmağa layiq olduğuna inanmalısan. Mətn deyir ki, insan Allahın bir hissəciyi olduğunu dərk edəndə sağalmayacaq xəstəlik yoxdur. Bu, bizi çox konkret fiziki proqnozlara gətirib çıxarır. Məsələn, yemək məsələsi. Deyir ki, getdikcə daha az yeyəcək. Hətta bir gün tamamilə imtina edəcək, amma gücümüz azalmayacaq. Bu o deməkdir ki, bədən enerjini başqa bir mənbədən alacaq. O, ilahi mənbədən. Əksinə, bu, şuurun fərqli ölçülərdə aktiv olması üçün bir fürsətdir. O aralıqlar deməli yaradıcılıq və ilahi ilə ünsiyyət anlarıdır. Bəli, mətn belə deyir. Və bəlkə də ən heyrətamizi, yer kürəsinin özü bizimlə danışmağa başlayacaq. O sizin tərəfdaşınızdır, deyir. Bu, planetə baxışımızı tamamilə dəyişir. O, cansız bir resurs deyil, şuurlu bir varlıqdır. Yaxşı, bütün bu dəyişikliklər baş verərkən biz nə etməliyik? Mətn hər hansı bir təlimat verirmi? Bəli, verir və təlimatlar olduqca praktikdir. Məsələn, o gecə oyanmaları ilə bağlı. Deyir ki, panikaya düşməyin. Sadəcə uzanıb şükür edin. Bəli, sevildiyinizi və qorunduğunuzu özünüzə xatırladın. Bu, sadəcə pozitiv düşüncə deyil. Bu, o yüksək titrəşimi qorumaq üçün bir texnikadır. Amma bir xəbərdarlıq da var ki, bu məni biraz, necə deyim, gərginləşdirdi. Deyir ki, titrəşimimiz artdıqca biz bəzi varlıqlar üçün görünən oluruq. Və onların hamısı xoş niyyətli deyil. Bəziləri bizi aldatmağa çalışacaq. Belə bir vəziyyətdə nəyə güvənməliyik? Mətn bu məsələdə çox qətidir. Yeganə bələdçi öz qəlbinizdir. Heç bir xarici avtoritetə kör-körənə inanmaq olmaz. Yəni, əgər bir şey qəlbimizdə doğru hiss etdirmirsə? Deməli, o sizin üçün deyil. Qəlbinizi dinləyin. O, sizi gələcəyə aparacaq. Bu, daxili kompasa tam etibar etmək üçün bir çağırışdır. Və bu daxili gücü oyatmaq üçün o gündəlik təcrübəni, o təsdiq cümləsini təklif edir. Bəli, hər gün səsli deyilməsi tövsiyə olunan cümlə. Gəlin onu səsləndirək. Mən Allahın övladıyam və yer üzündə olmağa layiqəm. Ruhumun adıyla mən öz səhhətimi düzəldəcəm və titrəşimlərimin artmasını gözləyəcəm. Bax, bu cümlə sadə görünsə də çox güclüdür. O, pasiv gözləmə mövqeyindən çıxıb, prosesin aktiv iştirakçısına çevrilmək deməkdir. Yəni, məsuliyyəti öz üzərinə götürməkdir. Tamamilə. Bu, şuuraltını yenidən proqramlaşdıran bir mantraya çevrilir. Öz həyatının, öz reallığının hökmdarına çevrilmək. Deməli, bütün bu parçaları birləşdirsək, ortaya həqiqətən də möhtəşəm bir mənzərə çıxır. Bəli, bəşəriyyətin böyük bir ruhani və fiziki təkamülün astanasında olduğu mənzərəsi. Egonun səs-küyündən məhəbbətin sakit müdrikliyinə keçid. Bu, daxili gücümüzü kəşf etdiyimiz bir səyahətdir. Və əsas mesaj düşünürəm ki, budur, dəyişiklik üçün lazım olan güc kənarda deyil. Güc hər birimizin öz içindədir. Məsələ, hər bir fərdin öz şuurunda və ilahi mənbə ilə qurduğu əlaqədədir. Bu, reallığın passiv müşahidəçisi olmaqdan çıxıb, onun aktiv yaradıcısına çevrilmək üçün bir dəvətdir. Həqiqətən də, bu üzərində çox düşünmək üçün insana çox şey verir. Tamamilə. Və sonda bütün bu böyük ideyalardan sonra mətn bizə çox sadə, amma çox dərin bir vasitə də verir. Özümüzü kəşf etmək üçün. Bəli, bütün xarici səsləri susturub, sadəcə ruhunuza bir sual verməyi tövsiyə edir. O sual. Əziz ruhum, mənim nəyi bilməyimi istərdin? Məhz bu sual. Bu bitirmək üçün mükəmməl bir nöqtədir. Elə isə üzərində düşünməyiniz üçün son bir fikir. Əgər indicə, bu saniyə, bütün diqqətinizi içəriyə yönəldib ruhunuza bu sualı versəydiniz, sizcə cavabın ilk pıçıltısı nə olardı?